Salam əziz izləyicilər. Mən sizin riyaziyyat müəlliminiz Nəzrin İsmayıllı. Bugün sizlərlə birlikdə nisbət, tənasüb, faiz mövzusunun izahına baxacağıq. Əvvəlcə nisbət nədir? Ondan başlayaq. Nisbət iki ədədin bir-birinə bölünməsinə deyilir. Yəni A ədədinin B ədədinə bölünməsinə nisbət deyilir. Bu bölməni kəsrlə də əvəz edə bilərik. A bölünsün B. A ədədinin B-yə bölünməsinə nisbət deyilir. Onu da qeyd etmək lazımdır ki, nisbət əməlində bizdə A ilə B ədədləri eyni vahidlər olmalıdır. Məsələn, A ədədimiz 5 kilometrdirsə, B ədədimiz 5000 metrdirsə, biz onun hər ikisini kilometrə və yaxud da metrə, yəni eyni vahidə çevirməliyik. Nisbəti dedikdən sonra keçirik tənasübə. Tənasüb iki nisbətin bir-birinə bərabərliyinə tənasüb deyilir. Məsələn, A bölünsün B bərabərdir C bölünsün D-yə. İki nisbət var və bir-birinə bərabərdirsə, bu ifadə ümumilikdə tənasüb adlanacaq. Tənasübün iki həddi mövcuddur. Kənar hədlər və orta hədlər. Kənar hədlərimiz A və D-dir. Orta hədlərimiz B və C-dir. A və D adlanacaq kənar hədlər, B və C adlanacaq orta hədlər. Onu da qeyd etmək lazımdır ki, bölmə əməlini kəsrlə əvəz edə bildiyimiz üçün A bölünsün B bərabərdir, C bölünsün D şəklində də yaza bilərik bunu. Eyni qayda ilə yenə iki nisbətin bərabərliyidir. Bir-birinə bərabər olduğu üçün bu da tənasüb adlanacaq. Tənasübün əsas xassəsi nədir? Tənasübün əsas xassəsi kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Kənar hədlərimiz A və D-dir, B və C orta hədlərimizdir. Yəni A vurulsun D bərabər olacaq B vurulsun C-yə. Çünki kənar hədlərimiz A və D-dir, orta hədlərimiz isə B və C-dir. Bunların hasili bir-birinə bərabər olmalıdır. Eyni qayda ilə bölmə əvəzini kəsrlə əvəz eləsək, A bölünsün B bərabərdir, C bölünsün D olarsa, kənar hədlərin hasili orta hədlərin hasilinə bərabər olduğu üçün kəsirlərdə nisbət olduqda və bir-birinə bərabər olub tənasüb olduqda çarpaz vurub bərabərləşdirmək lazımdır. A-nı D-yə vurmalıyıq, B-ni isə C-yə vurmalıyıq və bu hasillər bir-birinə həmişə bərabərdir. Tənasübü dedikdən sonra keçirik düz mütənasib və tərs mütənasib kəmiyyətlərə. Düz mütənasib kəmiyyətlər nədir? Bir ədədin K dəfə artmasıyla digər ədəd də K dəfə artırsa və yaxud da bir ədədin K dəfə azalmasıyla digər ədəd də K dəfə azalırsa, buna düz mütənasib kəmiyyətlər deyilir. Düz mütənasib kəmiyyətləri funksiyada da keçəcəyik, lakin burada da qeyd etmək lazımdır ki, K vurulsun X formasındadır. Yəni, hər hansısa bir ədədə hasili K dəfə böyük olmasına deyilir. Düz mütənasibə misal olaraq demək olar ki, məsələn, mən deyirəm ki, 5 kitabım 55 kitaba verib 10 manat pul. 10 manat pul verdi. Əli 20 kitaba neçə manat pul verəcək? Neçə manat pul verəcək? Bunu tapmaq üçün necə edirik? Əvvəlcə verilənləri qeyd edək. 5 kitaba 10 manat verib. Yazıram 5 kitab. Qarşısından ox çəkib yazıram 10 manat. 5 kitaba 10 manat verib. Biz ama 20 kitabı tapmaq üçün kitabı kitabın altından yazmalıyıq. 20 kitaba bilmirik nə qədər pul verəcək, onu X manat yazırıq. Düz mütənasib kəmiyyətlərdə X-i, yəni məchulu tapmaq üçün bir-birinə çarpaz vurmaq lazımdır. 5-i X-ə vuracam,
bərabər olacaq. 20-ni isə 10-a vuracam. 5-i x-ə vurduqda 5 vur x bərabərdir 20 vurulsun 10-a 200. X-i tapdıqda isə 200-ü 5-ə böləcəyik, eləyəcək 40. Deməli, Əli 20 kitaba 40 manat pul verəcək və yaxud da belə tapa bilərik. 5 kitab 20 kitabdan 4 dəfə böyük. Daha doğrusu 20 kitab 5 kitabdan 4 dəfə böyükdür. Ona görə kitablarımın sayı artdıqca mənim ona verəcəyim pul daha da artacaq deyə 4 dəfə fərqlənibsə, mən də bunun 10 manatı vuracam 4-ə, eləyəcək 40 manat. Bunu tənasüb kimi, tənlik kimi qrup da yaza bilərik və yaxud da məntiqən fikirləşib kitablarımın neçə dəfə artdığını manata uyğun hesablamaq da mümkündür. Tərs mütənasib kəmiyyətlər nədir? Tərs mütənasib kəmiyyətlər adından da göründüyü kimi bir-biri ilə tərslik təşkil edir. Tərs mütənasib kəmiyyətlər bir ədədin k dəfə artıb azalmasından digər ədəd azalıb artırsa, belə kəmiyyətlərə tərs mütənasib kəmiyyətlər deyilir. Tərs mütənasib kəmiyyətləri y bərabərdir k bölünsün x şəklində qeyd edirlər. Bunu funksiyada da keçəcəyik, burada da qeyd etmək lazımdır. Yəni, tərs mütənasib kəmiyyətlərdə verilmiş ədədlərin hasili sabit bir ədədə, yəni k-ya bərabərdir. Tərs mütənasib kəmiyyətlər, məsələn, deyək ki, avtomobil 80 km/saat sürətlə 8 saata Bakıdan Şəkiyə çatarsa, 2 saata bu avtomobil hansı sürətlə Bakıdan Şəkiyə çatar? Bu məsələni necə həll edəcəyik? Əvvəlcə verilənləri bizə yazaq. 80 km/saat sürətlə dediyi üçün yazıram 80 km/saat sürətlə 8 saata gedir. Qarşısına yazıram 8 saat. Bizə 2 saata dediyi üçün 8 saatın altından 2 saat yazıram. Bəzən uşaqlar qeyd edəndə km/sürətin altından saatı yazır. Lakin bu səhvdir. Saatı saatın altından yazmaq lazımdır. 2 saata bilmirik hansı sürətlə gedəcək. İndi məntiqən fikirləşək. Bizim saatımız artdıqca, daha doğrusu sürətimiz artdıqca biz daha tez çatacağıq, yəni zamanımız azalacaq. Yəni sürətimiz artdıqca zamanımız azalacaq. Olur tərs mütənasib kəmiyyətlər. Tərs mütənasib kəmiyyətlərdə qarşı-qarşıya bir-birinə vurmaq lazımdır. 80-in 8-ə hasili bərabər olmalıdır x-in 2-yə hasilinə. 80-i 8-ə vurduqda 640 bərabərdir x vurulsun 2-yə. X-i tapdıqda isə 640-ı 2-yə bölmək lazımdır. 640-ı 2-yə böləcəyik, cavab eləyəcək 320. Cavabımız olacaq 320. Tərs mütənasib kəmiyyətlərdən danışdıqdan sonra ədədin düz və tərs mütənasib kəmiyyətlərə ayrılmasından danışacağıq. Ədədin düz mütənasib hissələrə ayrılması. Ədədi düz mütənasib hissələrə ayırmaq üçün necə edirik? Bizə deyək ki, tutaq ki, 40 ədədini 3 və 5 ədədləri ilə düz mütənasib hissələrə ayırın.
hissələrə ayırın. Bizə 40 ədədini 3 və 5 ədədləri ilə düz mütənasib hissələrə ayırın dediyi üçün biz 3-ün hər ikisini bilinməyən bir x-ə vuraq və yaxud da k-ya vuraq. 3k və 5k. Bu ədədlər, k ədədləri hər hansısa bir ədədlərdir ki, biz onlara vurduqda bu ədədlərin cəmi 40 olmalıdır. Yəni, bu k ədədlərini ixtisar eləyəndən sonra bunların nisbəti 3/5 nisbətində qalıb. Biz də bu ədədləri k-ya vurmalıyıq ki, bunların cəminin 40 olub, k-ya neçə aldığımızı tapaq. Bunları toplayıb bərabər eləyirik 40-a. 3k-nın üzərinə 5k gəldikdə 8k bərabərdir 40-a. K-nı tapdıqda isə 40-ı 8-ə bölmək lazımdır. Edəcək cavabımız 5. 5-i tapdıqdan sonra uşaqlar dayanır. Dayanmırıq. 5-i hansı nisbətdə ayırın deyibsə, gətirib onlara bir-bir vurmalıyıq. 5-i bir dəfə vuracağıq 3-ə. Edəcək 15. Bir dəfə də 5-i vuracağıq 5-ə. Bərabər olacaq 25-ə. 15 və 25 imiş. Həqiqətən də 15 və 25 ədədlərinin bir-birinə nisbətinə baxsaq, 5-ə ixtisar etsək, 15-i 5-ə böldükdə 3, 25-i 5-ə böldükdə 5 alınır. Baxırıq ki, həqiqətən də ədədlərin nisbəti 3 və 5 imiş. Bu olur ədədin düz mütənasib hissələrə ayrılması. Ədədin tərs mütənasib hissələrə ayrılmasında isə eyni qayda ilə sadəcə əvvəlcə ədədlərin tərsini tapmaq lazımdır. Necə edəcəyik? Məsələn, bizə bir məsələ verib, misal verib daha doğrusu. Sualda deyir ki, 60 ədədini 2 və 3 ədədləri ilə tərs mütənasib hissələrə ayırın. Necə edəcəyik? Əvvəlcə ədədlərin tərsini tapmalıyıq tərs mütənasib hissələrə ayırmaq üçün. Ədədin əvvəlcə tərsini tapaq, sonra ədədi düz mütənasib hissələrə ayırdığımız kimi həll edəcəyik. 2-nin və 3-ün tərsini tapaq. Bilirik ki, 2-nin tərsi 2-də 1-dir, 3-ün tərsi isə 3-də 1-dir. 2-də 1-i k-ya vururuq, 3-də 1-i k-ya vururuq. Eyni qayda ilə toplayıb bərabər edirik 60-a. 2 və 3-ə əkob, yəni ortaq məxrəc tapırıq, eləyir 6. 2-ni 3-ə vurmaq lazımdır. 3-ün isə 6 olması üçün 2-yə vurmaq lazımdır. 1-i 3-ə vurduqda 3k, üzərinə gəlinsin 1-i 2-yə vurduqda 2k bərabərdir 60-a. Alınır bizdə 6-da 3k-nın üzərinə 2k gəldikdə 5k bərabərdir 60-a. K-nı tapmaq üçünsə nə edirik? 60-ı böləcəyik 6-da 5-ə. 60-ı 6-da 5-ə bölmək 60-ı 6-da 5-ə bölmək onun tərsinə vurmaq deməkdir. Yəni 60-ı vurmalıyıq 5-də 6-ya. 60-ı 5-də 6-ya vurduqda 60 ilə 5 ixtisar gedəcək. 60-ı 5-ə böldükdə 12, 12-ni isə 60-a vurduqda k-mız olacaq 72. K-nı tapdıqdan sonra yenə dayanmırıq. K-nı ayırdığımız nisbətlərə, yəni 72-ni vuracağıq bir dəfə 2-də 1-ə. Bir dəfə isə vurmalıyıq 72-ni 3-də 1-ə. 72-ni 2-yə böldükdə 36, 36-nı 1-ə vurduqda 36. 72-ni 3-ə böldükdə 24, 24-ü 1-ə vurduqda isə 24. Həqiqətən də baxırıq ki, 36 və 24 ədədlərinin cəmi 60-a bərabərdir. Deməli, ədədlərimiz 36 və 24 olacaq. Bu isə ədədin tərs mütənasib hissələrə ayrılmasıdır. Keçək buna aid bir misala baxaq. Məsələn, 13-cü misala baxaq. 13-cü misalı necə həll edəcəyik?
A bölünsün 2, B bölünsün 3, C bölünsün 4 və A vur B vur C 24 olarsa A plus B plus C cəmini tapın deyir bizə. Bu misal çox maraqlı misaldır. Bu misalı həll etmək üçün A-nı əvvəlcə götürəcəyik. A-nı götürəcəyik 2K, B-ni götürəcəyik 3K, C-ni isə götürəcəyik 4K. Bu ədədlərin hasili 24 olduğundan A vurulsun, B vurulsun, C. Yəni 2K vurulsun, 3K vurulsun, 4K bərabərdir 24-ə. Hər birini vuraq. 2-ni 3-ə vurduqda 6, 6-nı 4-ə vurduqda 24. K-nı K-ya vurduqda K kvadratı, K kvadratını K-ya vurduqda K kubu bərabərdir 24-ə. 24K kubu 24 olduğundan K kubu bərabər olacaq 1-ə. Nəyin kubu 1 edir deyə fikirləşsək, təbii ki də 1-i 3 dəfə bir-birinə vursaq 1 edəcək. K-nı 1 tapdıqdan sonra gəlib A-nı tapmalıyıq. Çünki bizdən A, B, C ədədlərinin cəmini soruşur. K-nı 1-ə vurduqda 2 vur 1, 2. K 1 olduğundan 3'ü 1'ə vurduqda 3. K 1 olduğundan 4'ü 1'ə vurduğumuzdan 4. Sonda bu ədədlərin cəmini soruşduğu üçün bu ədədləri toplayırıq. 2 üzərinə gəlinsin 3, üzərinə gəlinsin 4 bərabər olacaq. 2 üzərinə gəlinsin 3, 5. 5'in üzərinə də 4 gələcəyik. Cavab alınacaq 9. Yəni Y variantı. Bu misala baxdıqdan sonra başqa misala baxaq. Məsələn, 21-ci misala baxaq. Birinci misalda bizə nə deyir? 100 metr kub havada 22 metr kubu oksigen var. Uzunluğu 15 metr, eni 6 metr və hündürlüyü 3 metr olan otaqdakı oksigenin həcmini metr kubu ilə hesablayın. Əvvəlcə verilənləri yazaq. 100 metr kub havada bizə deyir ki 22 metr kubu oksigen var. Üzürlü sayın bura 100 idi. Sonda bizə uzunluğu 15 metr otaqda olan oksigenin həcmini soruşur. Biz əvvəlcə otağın həcmini tapmalıyıq. Otağın həcmini tapmaq üçün bilirik ki otağın həcmini tapmaq üçün V bərabər olacaq A vurulsun, B vurulsun, C. Otaq ya kub şəklindədir, ya da ki düzbucaqlı paralelpet şəklində olduğundan həcmini tapmaq üçün A vur, B vur, C olacaq. Yəni hər birini vurmaq lazımdır. 15'i vuracam 6'ya, sonra da vuracam 3'ə. 15 vur 6 vur 3. 15'i 6'ya vurduqda 90, 90'ı 3'ə vurduqda 270. Bizdən 100 metr kubu havada 22 metr kubu oksigen var. Bəs görək 270 metr kubu otaqda nə qədər oksigen var? Bunu bilmirik. X. Bu X-i tapmaq üçünsə, təbii ki də otağımızın həcmi çoxaldıqca oksigenin həcmi də çoxalacaq. Yəni düz mütənasib asılıdır. Ona görə çarpaz vururuq. 100'ü X-ə vurduqda 100X bərabərdir. 270 vurulsun 22 yazaq. 100X bərabərdir. 270'i 22'ye vurduqda 0 qalsın. Gəlin 27'ni 22'ye vuraq. 14, 5, 4, 5. Cavab alınacaq 594. 5940. X-i tapmaq üçünsə 5940'ı 100'ə bölmək lazımdır. 2 vergül sola gedirik. Alınacaq 59,4. Cavabımız olacaq 59,4 oksigen vardır. Bu misala baxdıqdan sonra keçirik faizin izahına. Başlayırıq faizdən. Faiz nədir? Ədədin %1 hissəsinə faiz deyilir. Yəni faizi tapmaq üçün ədədin %1 hissəsindən istifadə edəcəyik.
hissəsidir. Əvvəlcə faiz anlayışında ədədin faizə çevrilməsi və faizin ədədə çevrilməsi var. Ədədin faizə çevrilməsi. Ədədi faizə çevirmək üçün onu 100-ə vurmaq lazımdır. Məsələn, deyir ki, 19,4 ədədini faizə çevirin. Ədədi faizə çevirmək üçün dedik ki, 100-ə vurmaq lazımdır. Ona görə də 19,4-ü vurmalıyıq 100-ə. Bilirik ki, yüzdə 2 sıfır olduğundan 2 vergül sağa çəkməliyik. 1 vergül sağa çəkdim, lakin digər rəqəmim yoxdur olmadığı üçün biz onun arxasına 0 artırmalıyıq. Yəni olacaq 1940 faiz. Və yaxud da başqasına baxaq. Tutaq ki, deyək ki, 0,56 ədədini faizə çevirin. Faizə çevirmək üçün bildiyimiz qayda necə idi? 100-ə vurmaq lazımdır. 100-ə vurduqda 2 vergül sağa gəlirik. 1 vergül çəkdim, ikinci vergülümü də çəkdim. Ədəd tam ədədə çevrildi, oldu 56 faiz. Faizi ədədə çevirmək üçün bunun əksi olacaq. Faizi ədədə çevirdikdə 100-ə bölürük. Faizi ədədə çevirdikdə 100-ə bölürük. Məsələn, buna aid bir misal deyək. $560 faizi ədədə çevirin. 560 faizi ədədə çevirmək üçün bilirik ki, faizi ədədə çevirəndə dedik 100-ə bölmək lazımdır. 100-ə böləcəyik. 560-ı 100-ə böldükdə vergül sola gedəcək 2 vahid. Sola getdiyindən 1, 2 gəlib düşəcək bu araya. Olacaq 5,6. Bildiyimiz üzrə onlu kəsirlərdə vergüldən sonra, yəni kəsir hissədə istədiyimiz qədər sıfırı silib, istədiyimiz qədər sıfır da artırmaq mümkündür. Bu kəsirin qiymətini dəyişmir, onluq kəsirin qiymətini. Faizi ədədə çevirdikdən sonra keçirik ədədin faizini tapılması. Ədədin faizini tapmaq üçün ədədi faiz göstərən ədədə vurub 100-ə bölmək lazımdır. Məsələn, bizə deyir 20 ədədinin 30 faizini tapın. 20-nin 30 faizini tapmaq üçün ədədi faiz göstərən ədədə vururuq. Yəni 20-ni vuracağıq 30-a, sonra isə bölürük 100-ə. Vurmamışdan əvvəl ixtisar etsək daha asan olar işimiz. 20 ilə 100-ün sıfırlarını ixtisar edirəm. 30 ilə də onun sıfırlarını ixtisar edirəm. 2-ni 3-ə vurduqda 6, 1-ə böldükdə isə elə 6 alınacaq. Deməli, 20 ədədinin 30 faizi bizdə 6 edəcəkdir. Faizinə görə ədədi tapmaq üçün faizinə görə ədədi tapdıqda ədədi 100-ə vurub faiz göstərən ədədə bölmək lazımdır. Məsələn, 20 faizi 40 olan ədədi tapın. 20 faizi 40 olan ədədi tapmaq üçün %20 hissəsi 40 olan ədədi tapacağıq. Bir sözlə 40-ı vuracağıq 20-də 100-ə. Yəni 40-ı 100-ə vurub 20-yə bölmək lazımdır. İxtisarlarımızı aparaq. 20-ni 20-yə böldükdə 1 alınacaq, 40-ı 20-yə böldükdə 2, 2-ni 100-ə vurduqda isə 200 alınacaq. Onsuz da ədədimiz 1-ə bölmə, 200-ü 1-ə böldükdə 200 alınacaq deyə onu yazmadım. Cavab 200 alınacaq. Faizinə görə ədədi tapdıqdan sonra keçirik 2 ədədin nisbətinin faizli ifadəsi. İki ədədin nisbətinin faizlə ifadə etmək üçün
birinci ədədi ikinci ədədə bölüb 100-ə vurmaq lazımdır. Bu nəyə görə belədir? Çünki iki ədədin nisbəti deyəndə nisbət bölmə əməlidir. Birinci ədədi ikinci ədədə böldük. Faizlə ifadə etmək üçünsə hər zaman 100-ə vurmaq lazımdır. Məsələn, deyirəm ki, 4 ədədi 20-nin neçə faizidir? Neçə faizidir? 4 20-nin neçə faizi olduğunu tapmaq üçün 4-ü böləcəyik 20-yə, vuracağıq 100-ə. 100 ilə 20-ni ixtisar edəcəm. 20-ni 20-yə böldükdə 1, 100-ü 20-yə böldükdə 5, 4-ü 5-ə vuracam 20. Deməli, 4 ədədi 20-nin elə 20 faizi imiş. 2 ədədin nisbətinin faizlə ifadəsini dedik. Keçirik kəmiyyətlərin dəyişməsinin faizlə ifadəsi. Kəmiyyətlərin dəyişməsinin faizlə ifadəsi. Kəmiyyətlərin dəyişməsi dedikdə bir ədədin artıb və ya azalması nəzərdə tutulur. Məsələn, bir kəmiyyətimiz 5 ədədi artaraq 15 ədədi olur və yaxud da 5 manata satılan bir mal qiyməti qalxaraq 15 manat olur. Bu aradakı kəmiyyətin artmasının neçə faiz dəyər olduğunu tapmaq lazımdır. Bunu tapmaq üçün, məsələn, deyək ki, A ədədinin qiyməti və yaxud da məsələ üstündə deyim. Məsələn, deyirəm paltonun qiyməti 400 manatdan 600 manata qalxdı. Sual belədir ki, paltonun qiyməti neçə faiz artdı? Necə tapacağıq bu məsələni? Əvvəlcə paltonun qiyməti 400 manat idi. Qalxıb oldu 600 manat. Əvvəlcə tapaq görək, paltonun qiyməti neçə manat artdı? 600-dən 400 çıxırıq, eləyir 200. 200 manat paltonun qiyməti artdı. Lakin sonra artan məbləği əvvəlki ədədə, yəni 400 manata bölüb və 100-ə vururam görüm, bunun qiyməti neçə faiz artdı? 100-ə vurmaqda faizlə ifadə etmək üçün lazımdır. 100 ilə 400-ü ixtisar eləyirəm. 400-ü 100-ə böldükdə 4, 200-ü isə 4-ə böldükdə eləyəcək 50. Cavabımız olur 50. Bəzən uşaqlarda çaşqınlıq yaranır. Aradakı fərqi tapır. Məsələn, tapır ki, 200 manat qalxdı. Lakin deyir ki, müəllimə, mən sonda 200-ü 400-ə bölüm, yoxsa 600-ə bölüm. Bunu tapmaq üçün əvvəlki qiymətə bölmək sözü bəzən düz olmur. Bunu necə tapırıq? Əsasən dan-dən şəkilçisi 400 manatdan dediyi üzərindən, 400 manat üzərindən dediyi üçün biz onu dan-dən şəkilçisi hansı qiymətə artırılıbsa ona bölməliyik. Kəmiyyətlərin dəyişməsinin faizlə ifadə etdikdən sonra keçirik gəlir ziyan məsələlərinə. Gəlir və ziyan məsələləri. Gəlir və ziyan məsələləri necə hesablanır? Gəlir və ziyan məsələlərini hesablamaq üçün bəzən məsələlərdə qarşımıza bir qiymətin gəlirlə qazanmaq və yaxud da ziyanla uduzmaq məsələləri çıxır. Bunu necə hesablayırıq? Məsələn, deyir ki, 400 manata olan soyuducunun qiyməti 20% gəlirlə neçə manat olacaq?
manatın soyuducunun qiyməti 20% gəlirlə dediyi üçün əvvəlcə gəlin 400 manatın 20%-ni tapaq görək. Bizim soyuducumuz neçə manat artıb? 400-ü 20-yə vurub 100-ə böləcəm. 400-dən 100-ü ixtisar eləyirəm. Burada 4 qalacaq. 4-ü 20-yə vurduqda 80 manat. Deməli, əvvəl bizim soyuducumuz 400 manat idi. Sonra 80 manat üzərinə gəlirlə gəldim. Yəni pulumun üstünə pul gəldi. 400-ün üzərinə 80 gəldim. Cavab eləyəcək 480 manat. Deməli, 400 manata olan soyuducunun qiyməti 20% gəlirlə 480 manat olacaq. Ziyanla desəydi, biz bu faizi tapdıqdan sonra çıxmalıydıq. Çünki ziyan pulumuzun azalmağı deməkdir. Ona görə alınan cavabı digər pulumuzdan çıxmalıydıq. Gəlir və ziyan məsələlərini dedikdən sonra keçirik düzbucaqlı məsələlərinə. Düzbucaqlı məsələlərini necə həll edirlər? Düzbucaqlı məsələlərin, məsələn, deyək ki, düzbucaqlının eni 20% azalıb, uzunluğu isə 30% artdıqda bizə deyir ki, sahəsi necə dəyişər? Belə məsələlər çox qarşımıza çıxır. Düzbucaqlının eni 20% azalıb. Baxaq görək, əvvəlcə olan, bütöv olan bir şey həmişə 100% olur. 100% idi əlimizdə, 20% azaldı. Oldu 80%. 80%-i də gəlin ədədə çevirək, bizim işimiz asanlaşsın. 80%-i ədədə çevirmək üçün 80-i 100-ə bölməliyik. 80-i 100-ə böldükdə neçə eləyir? 0,8. Deməli, bizim enimiz 0,8% azaldı. Uzunluğumuz isə 30% artdı. Əvvəl uzunluğum 100% idi, qaydasındaydı. İndi 30% artdı. 30% artdı, oldu 130%. 130% isə ədədə çevirək. 130-u böləcəm 100-ə. Eləyəcək 2 vergül sola gedirik. 1, 2 düşəcək bu araya. Olur 1,3. Uzunluğum isə 1,3% artdı. Bizdən sonda sahə soruşduğu üçün bilirik ki, düzbucaqlının sahəsini tapmaq üçün enini uzunluğuna vurmaq lazımdır. 1,3-ü vuracağıq 0,8-ə. 1,3-ü 0,8-ə vurduqda, 3-ü 8-ə vurduqda 24, 8-i 1-ə vurduqda 8, 2-yə adda 10. 2 vergül ayırmalı olduğumuzdan 1,4 yazacağıq. 1,4 bizim ədədimizdir. Gəlin bunu faizə çevirək. Çünki bizdən neçə faiz artdığını, necə dəyişər olduğunu soruşur. 1,4 ədədini faizə çevirdikdə təbii ki də 100-ə vurmalıyıq. 1,4-ü 100-ə vurduqda edəcək 104%. Əvvəl bizim ədədimiz, yəni bütöv bir şey 100% idi. İndi oldu 104%. Nə qədər artdığını tapmaq üçünsə 104-dən çıxacam 100-ünü, cavab eləyəcək 4% artdı. Cavabımız olacaq 4% artdı. Məsələn, bunun düzbucaqlı yox, kvadrat formasına baxaq. Topluda belə bir misal var idi. Aha. 12-ci məsələyə baxaq. Kvadratın tərəfini 20% artırdıqda onun sahəsi neçə faiz artar? Kvadrat çəkək.
Kvadratın tərəfini 20% artırır. Bilirik ki, kvadratın bütün tərəfləri bir-birinə bərabərdir. 20% artırıram. Əvvəl 100% idi. İndi 20% artırdım. Oldu 120%. Faizi də ədədə çevirək, işimiz asan olsun. 120% ədədə çevirdikdə 120-ni 100-ə bölürük, eləyəcək 1,2. Uzunluğum 1,2 artdı. Artdısa, enim də 1,2 artacaq. Çünki kvadratın bütün tərəfləri bərabərdir bir-birinə. İndi biz bunun sahəsini tapmaq üçünsə enin uzunluğuna vuracağıq. 1,2-ni 1,2-yə vuraq görək sahəsi necə dəyişib. Olur 1,2-ni 1,2-yə vurduqda 1,44. Təbii ki də bu ədəddir. Bizdən neçə faiz artar soruşur deyə bunu faizə çevirməliyəm. 1,44-ü faizə çevirdikdə 100-ə vurmalıyıq. 100-ə vurduqda 2 vergül sağa gələcəyik. 1, 2. Düşəcək 144%. Əvvəl 100% idi, indi 144% oldu. Nə qədər artdı? Təbii ki də 144-dən də 100 çıxacaq. Cavabımız olacaq 44% artar. Cavab olur 44% artar. Sonra keçirik düzbucaqlı məsələlərindən danışdıqdan sonra məhlul məsələləri. Uşaqların ən çətinlik çəkdiyi mövzu. Məhlul məsələlərində xüsusən bir düstur və yaxud da qayda deməyəcəm, sadəcə misallar üzərində izah eləyəcəm. Amma onu yadımızda saxlamalıyıq ki, məhlul nədir? Məhlul iki maddənin, kimyadan da bildiyimiz kimi iki maddənin bir-birinə qarışmasıdır. Bu maddələr nə ola bilər? Bərk maddə də ola bilər, maye də ola bilər. Məsələn, deyirəm duzdur və yaxud deyirəm spirtdir və yaxud deyirəm şəkər tozudur. Bu maddələrin suyla qarışımı, bu ikisinin qarışımıdır. Biz bunların ümumi qarışımına deyəcəyik məhlul. Əsasən məhlulda bircə dənə düsturdan istifadə edəcəyik, onu öyrənək. Məhlulun duzluluq faizini necə tapırlar? Məhlulun duzluluq faizini tapmaq üçün bircə düsturumuz var. Maddəni bölürük. Maddə dedikdə burada spirt və yaxud duz və yaxud şəkər tozunu nəzərdə tuturam. Bölürəm məhlula, yəni ümumi bu ikisinin qarışımına. Sonra da faizlə ifadə etmək üçün 100-ə vururam. Məsələn, buna aid bir misala baxaq. Tutaq ki, bizə sualda deyir ki, 20 kiloqram duz ilə 30 kiloqram suyun qarışdırılmasından neçə faizli məhlul əmələ gəlir? $20 kiloqram duzumuz var. Əvvəlcə məhlul yazıram bura. Məhlulum nələrdən ibarətdir? Duz və sudan ibarətdir. Duzum deyir 20 kiloqramdır. Duzun aşağısından 20 kiloqram yazıram. Suyum isə 30 kiloqramdır. Suyun aşağısından 30 kiloqram yazıram. Ümumilikdə məhlulum nə qədər oldu? 20 ilə 30-u toplayaq görək nə qədər oldu? Ümumilikdə məhlulum 50 kiloqram imiş. Bizdən məhlulun duzluluq faizini soruşduğu üçün və yaxud da neçə faizli məhlul alınar dediyi üçün maddəni, yəni duzun miqdarını, yəni 20 kiloqramı böləcəyik ümumi məhlulumuza 50-yə, sonra isə vuracağıq 100-ə. Çünki bizdən faizli məhlulu soruşur. 100 də 50-ni ixtisar edək 50-yə, 150-yə böldükdə 2, 20-ni 2-yə vurduqda isə cavab edəcək 40%. Deməli, əmələ gələn qarışıqda məhlulumuzun duzluluq faizi 40% imiş.
Məhlul məsələlərində əsasən qarışdırma məsələləri və yaxud buxarlandırma, əlavə etmə məsələlərindən də istifadə olunur. Bunları necə hesablayırıq? Məsələn, qarışdırma məsələlərinə aid baxaq. Tutaq ki, bizə deyir ki, 20 kiloqram 40%li və yaxud da 30%li olsun. 20 kiloqram 30%li duz məhlulu ilə 30 kiloqram 20%li duz məhlulunun qarışdırılmasından alınan yeni məhlulun duzluluq faizini tapın. Bu sualı necə tapacağıq? Əvvəlcə belə məsələləri həll etmək üçün bizdə 2 dənə qabımız olmalıdır. 2 dənə qab quraq. Bizə deyir ki, 20 kiloqram məhlulumuz var. Bunun 30%-i duzdur. Qalanı isə sudur. Qalanını tapacağıq. İkinci qabımızda isə İkinci qabımızda 30 kiloqram məhlulumuz var. Bunun 20%-i duzdur. Qalanı isə sudur. Onu tapacağıq biz. Əvvəlcə 20-nin 30%-ni tapaq görək bizdə nə qədər duz var? 20-ni vuracam 30-a, böləcəm 100-ə. Çünki ədədin faizini tapanda ədədi faiz göstərən ədədə vurub 100-ə bölürdük. 20-ni sıfırları ixtisar edək. 2-ni 3-ə vurduqda deməli 6 kiloqram duzum var imiş. Məhlulum ümumilikdə 20-dir. 6 kiloqram duzum varsa, suyu tapanda 20-dən 6 çıxacam ki, 14 kiloqram da suyum var. Bu bizim birinci qabımız. Keçək ikinci qaba. 30 kiloqram məhlulun 20%-i duzdur. 30-un 20%-ni tapaq görək bizim nə qədər duzumuz var? 30-u vuracam 20-yə, böləcəm 100-ə. Sıfırlarım ixtisar gedəcək. 3-ü 2-yə vurduqda 6 kiloqram duzum var. 30 kiloqram məhlulum var. Bunun 6 kiloqramı duzdur. Gəlin tapaq görək nə qədəri sudur. 30-dan da 6 çıxıram ki, 24 kiloqramı da sudur. Birinci və ikinci qabımızda duz və suyun miqdarını tapdıq. Sonra bizə bu qablardakı məhlullar bir-birinə qarışdırılır deyə biz bu məhlulları toplamalıyıq. Əvvəlcə 20 kiloqram məhlulum var idi. Sonra 30 kiloqram da üstünə gəldik. Etdi 50 kiloqram məhlul. Duzları bir toplayacağıq, suları bir. Əvvəlcə birinci qabda 6 kiloqram duzum var idi. İkincidə də 6 kiloqram duzum var idi. Üzərinə gəldikdə edəcək 12 kiloqram duz. Sularımızı toplayaq. Birinci qabda 14 kiloqram suyumuz var idi. Üzərinə də 24 kiloqram su gəldik. 14-ün üzərinə 24 gələcək ki, 38 kiloqram da suyumuz var. Sonda məhlulun duzluluq yeni məhlulumuz budur. Bunun duzluluq faizini soruşduğu üçün əvvəl yazdığımız düstura əsasən maddənin, yəni duzun miqdarını ümumiyə bölüb, 12-ni 50-yə bölüb 100-ə vurmalıyıq. 100 ilə 50-ni ixtisar edəcəyik, 2 qalacaq 150-yə böldükdə. 12-ni 2-yə vurduqda isə 24 alınacaq. Yəni cavabımız alınan yeni məhlulun duzluluq faizi 24% imiş. Bu olur məhlulların bir-birinə qarışdırılması. İndi isə əlavə etmə və yaxud buxarlandırma məsələlərinə keçək. Məsələn, bir məsələ yazaq.
əlavə etmə və buxarlandırma məsələləri. Tutaq ki, deyək ki, 20 kiloqram 10%li duz məhluluna 5 kiloqram duz əlavə olunarsa, alınan yeni məhlulun duzluluq faizini tapın. Duzluluq faizini tapın. Bu məsələni necə həll edəcəyik? Əvvəlcə yenə qabımızı quraq. Qabımda 20 kiloqram məhlulum var. Bunun 10% duz olduğu üçün altına yazıram 10% duz. Qalanı nə qədərdirsə o qədəri də suyumuz var. Tapaq birinci 20-nin 10%-ni görək mənim qabın içində nə qədər duzum var imiş. 20-ni vuracam 10-a, böləcəm 100-ə. Sıfırlarım yenə ixtisar gedəcək. 2-ni 1-ə vurduqda 2 edəcək. Deməli 20 kiloqram məhlulumun içində 2 kiloqram duzum var imiş. Suyu tapmaq üçünsə 20 kiloqramdan 2 kiloqram çıxacaq. 20-dən 2 çıxdıqda 18 kiloqram da suyumuz var imiş. Sonra bizə deyir ki, qaba 5 kiloqram da duz əlavə olundu. Duzu təbii ki də duzun üzərinə əlavə edəcəyik. Əvvəlcə duzum 2 kiloqram imiş. İndi üzərinə 5 kiloqram da gəldim. Olacaq nə qədər? 2 üzərinə gəlinsin 5 bərabərdir 7 kiloqram. Amma suyumuza heç nə elə demir. Ona görə suyumuz olduğu kimi qalacaq. 18 kiloqram da suyumuz var. Ümumilikdə nə qədər məhlulumuz oldu? 7 kiloqram duzumuz var. 18 kiloqram da suyumuz var. Bunları toplayaq. 7-nin üzərinə 18 gəldikdə edəcək 25 kiloqram məhlulum var. Sonda məhlulun duzluluq faizini soruşduğu üçün maddəni, yəni duzun miqdarını böləcəm ümumi məhluluma. 7-ni böləcəm 25-ə, sonra isə vuracam 100-ə. Çünki mən faizlə ifadə etməliyəm bunu. 100 ilə 25-i ixtisar edirəm 4. 7-ni 4-ə vurduqda isə cavab alınacaq 28%. Yəni cavabımız 28%-dir. Əlavə etmə eyni qayda ilə əlavə etdikdə duzun üzərinə əlavə etdik. Buxarlandırma dedikdə isə bu buxarlanıb uçacağı üçün üzərinə gəlmək yox, sadəcə çıxmaq lazımdır verilən miqdarı. İndi keçirik məhlul məsələlərindən sonra sadə faiz artımı düsturu, sadə faiz artımı və mürəkkəb faiz artımı düsturu. Artımı düsturu. Bu düsturlar bizə nə üçün lazımdır? Nə vaxt lazım olur və yaxud da sadə faiz artımı düsturu və ya mürəkkəb faiz artımı düsturu bizə əsasən banka qoyulan pullar üçün lazım olur. Məsələn, banka müəyyən bir məbləğ pul qoyuruq, sonra 2 il sonra bunun üzərinə müəyyən bir faiz gəlir və yaxud da kredit götürürük. Kredit götürdükdə bankdan müəyyən bir məbləğ alırıq. 2 il sonra və yaxud 3 il sonra onun üzərinə müəyyən bir faiz gəlir və bunun daha çoxunu ödəməyə başlayırıq. Bu məsələləri necə həll edirik? Əvvəlcə sadə faiz artımı düsturunu yazaq. Sadə faiz artımı düsturu belədir. SM bərabərdir. SM bərabərdir. S0 vurulsun 1 plus minus P vurulsun M bölünsün 100. Bunlar nə deməkdir? SM bankdan alacağımız puldur. Yəni son məbləğimizdir, belə deyək. Son pulumuzdur və yaxud son məbləğimizdir. S0 isə başlanğıc qoyduğumuz puldur. Yəni mən banka tutaq ki 500 manat pul qoymuşam. Başlanğıc məbləğim nədirsə o S0 sayılır. P nədir? P burada faizdir. Yəni məsələn
10% artımla deyək tutaq ki. N nədir? N burada ildir və yaxud aydır. Yəni hər hansısa bir müddətdir. Məsələn, mən pulu qoydum 5 ildən sonra da götürəcəm. Faiz, daha doğrusu il və yaxud aydır. Bəs bu plus minus nə vaxt istifadə olunur? Düsturda plus o vaxt istifadə olunur ki, əgər bizə faizin artımı desəydi və yaxud da gəlirlə desəydi, onda düsturun plus formasından istifadə edəcəyik. Amma bizə azalma ilə desəydi və yaxud ziyanla desəydi, onda düsturun minus formasından istifadə edəcəydik. Bu bizim sadə faiz artımı düsturumuz. Bəs mürəkkəb faiz artımı düsturu necədir? Mürəkkəb faiz artımı düsturunda belədir. Sn bərabərdir S0 vurulsun 1 plus minus P bölünsün 100 üstü N. Eyni qayda ilə Sn olur bizim son məbləğimiz, yəni son pulumuz. S0 olur başlanğıc məbləğimiz, yəni nə qədər banka pul qoymuşamsa o. Eyni qayda ilə P olur faizimiz, N olur ilimiz və yaxud hər hansısa bir müddət, ay, gün və s. Plus minus eyni qayda ilə əgər bizə artımla və yaxud gəlirlə deyərsə düsturda plusdan istifadə edirik. Əgər bizə azalma ilə və yaxud ziyanla deyirsə düsturun minus formasından istifadə edəcəyik. Bu da mürəkkəb faiz artımı düsturumuz oldu. Faizdə əsasən faizlə bağlı müxtəlif düsturlar var. Faizlə bağlı əlavə düsturlar. Faizlə bağlı əlavə düsturlar nələrdir? Məsələn, birinci düsturdan başlayaq. Bir ədəd digərinin və yaxud da deyək A ədədi B-nin A ədədi B-nin 20 və yaxud da P faizi yazım. A ədədi B-nin P faizi isə B ədədi A-nın neçə faizidir? Neçə faizidir? Bunun düsturu var, lakin bunu isbat etmək də olar. A ədədi B-nin P faizidirsə, B ədədi A-nın neçə faizi olduğunu tapmaq üçün 10.000 bölünsün P düsturundan istifadə olunur. Bu necə olur? Məsələn, deyək ki, A ədədi B-nin 20 faizidir. A ədədi B-nin 20 faizidirsə, B A-nın neçə faizidir? Bunu düsturla da hesablamaq olar, lakin belə də tapmaq olar. Məsələn, A ədədi B-nin 20 faizidirsə, A-nı tapmaq üçün B-ni vurmalıyam 20 faizə. 20 faizi də ədədə çevirdikdə 100-ə bölməliyəm. Yəni 0.2-yə vuracam bir sözlə. B ədədi A-nın neçə faizidir deyirsə, B-ni A-ya bölüb 100-ə vurmalıyam. A-nın yerinə B vur 0.2 yazacam. Vurulsun 100-ə. B-lər təbii ki də ixtisar gedəcək. 100-ü 1-ə vurduqda 100 bölünsün, 0.2 alınacaq. Vergülü bir vahid sağa çəkdikdə, yəni məxrəci 10-a vurduqda, surəti də 10-a vurmalıyam, edəcək 1000. 1000-i 2-yə böldükdə cavab edəcək 500%. Və yaxud da düsturdan hesablayaq. Düsturum 10.000 bölünsün P-dir. 10.000-i böləcəm verilmiş faizə. P burada verilmiş faizdir. Yəni 20%. 10.000-i 20-yə böldükdə isə cavab edəcək 500%. Yəni hər iki variantda da eyni cavab alınır.
Lakin biri asan formasıdır, yəni düsturla həll etmək, digəri isə həll edərək tapmaq lazımdır. Bu birinci düsturumuz. İkinci düsturumuza baxaq. A ədədi B-dən P faiz azdır, çoxdursa, B ədədi A-dan %100 P bölünsün 100 plus minus P faiz çox və yaxud da az olacaq. Eyni qayda ilə azdır dedikdə minus düsturundan istifadə edəcəm, çoxdur dedikdə plus düsturundan istifadə edəcəyik. Tutaq ki, deyək ki, üçüncü düstur A ədədini və yaxud da belə yazım, bir ədədi P faiz artırıb, sonra da P faiz azaltsaq, ədəd P kvadratı bölünsün 100 faiz azalar. Məsələn, deyək ki, ədədi 30% artırıb, sonra da 30% azaltsaq, ədəd necə dəyişər? Ədədimiz 30% olduğu üçün 30-un kvadratı bölünsün 100% azalacaq düstura əsasən. 30-un kvadratı edəcək 900 bölünsün 100. 900-ü 100-ə böldükdə 9 edəcək, yəni ədədimiz 9% azalacaq. Sonra başqa dördüncü düstur. A ədədi B-nin P1 faizi, B ədədi isə C-nin P2 faizi olarsa, AC-nin neçə faizidir deyir. Bunu tapmaq üçün düsturumuz belədir. P1 vurulsun P2 bölünsün 100. Məsələn, deyək ki, A ədədi B-nin 30 faizi, B isə C-nin 40 faizi olarsa, AC-nin neçə faizidir? Bunu tapmaq üçün nə edirik? Düsturumuz necə idi? P1-i P2-yə vurub 100-ə bölmək lazımdır. Mən də düsturdan istifadə edirəm. P1-imiz 30%, P2-miz, yəni ikinci faizimiz 40% bölünsün 100. 30-u sıfırlarını ixtisar edək. 3-ü 4-ə vurduqda isə 12% olacaq. İndi isə keçək ədədin P faiz artması və yaxud P faiz azalması. Ədədin P faiz artması onun 100 plus P bölünsün 100 artması deyilir. Məsələn, ədəd 20% artırsa, olacaq 100-də 100 üzərinə gəlinsin 20. 100-də 100-ün üzərinə 20 gəldikdə 120. 120-ni 100-ə böldükdə isə 1,2. Yəni ədəd 1,2 dəfə artır. P faiz azalmanın düsturu isə
100 bölünsün 100 minus P'dir. Məsələn, deyək ki, ədəd 40% azalır. Düsturun yerində sadəcə 40 yazacağım. 100 bölünsün 100 çıxılsın 40. 100 bölünsün, 100-dən 40 çıxdıqda 60. Hər tərəfi 20-yə ixtisar edəcəm. 60-ı 20-yə böldükdə 3, 100-ü 20-yə böldükdə 5. 3-də 5 dəfə azalmasıdır. Sonuncu, ədədin n dəfə artması. Ədədin n dəfə artması, onun n çıxılsın 1 vurulsun 100% artması deməkdir. Bu nə deməkdir? Məsələn, sual verə bilərlər ki, ədəd 5 dəfə artanda neçə faiz artır? Düsturun yerinə yazaq, n-in yerinə 5 yazırıq. 5 çıxılsın 1 vurulsun 100. 5-dən 1 çıxdıqda 4 vurulsun 100. 4-ü 100-ə vurduqda 400%. Deməli, ədəd 5% artdıqda 400% artır. N dəfə azalmanın düsturu isə n dəfə azalma isə n çıxılsın 1 bölünsün n vurulsun 100% azalmadır. Məsələn, deyir ki, ədəd 5 dəfə azaldıqda neçə faiz azalır? N-in yerinə sadəcə 5 yazacağıq. 5 çıxılsın 1 bölünsün 5 vurulsun 100. 5-dən 1 çıxdıqda 4 bölünsün 5 vurulsun 100-ə. 100 ilə 5-i ixtisar edəcəm 20. 4-ü 20-yə vurduqda 80% azalır. Keçək faiz üzərində əməllərə aid bir neçə məsələyə baxaq. Məsələn, 7-ci məsələyə baxaq. Deyir, iki müsbət ədəddən birinin 15%, digərinin 45%-nə bərabərdir. Bu ədədlərin cəmi 256-ya bərabər olarsa, onları tapın. Belə bir məsələ buraxılış tipli məsələdir və imtahanlara çox düşür. İki müsbət ədəddən ədədlərimi mən A və B götürürəm. A və B götürürəm. İki müsbət ədəddən birinin 15% dediyi üçün mən A-nı vururam 15-ə, bölürəm 100-ə. Yəni A-nın 15%-ni tapıram bir sözlə. Digərinin 45%-nə bərabərdir. Yəni B-ni 45-ə vurub 100-ə bölmələri bunların bir-birinə bərabərdir. Təbii ki də bilirəm ki, bunlar tənasübdür. Çünki iki nisbətin bərabərliyidir və mən bunları ixtisar edirəm daha doğrusu. Bizdən nə qalır? 15A bərabərdir 45B-yə. Hər tərəfi 15-ə böldükdə, 15-i 15-ə böldükdə 1A bərabərdir 45-i 15-ə böldükdə 3B alınacaq. Bizdən B ədədlərin cəmi 256-dır dediyi üçün A ilə B-nin cəmi 256-dır. Bir dənə A-mız isə 3 dənə B olduğu üçün A-nın yerinə 3B yazacağam. 3B üzərinə gəlinsin B bərabərdir 256-ya. 3B-nin üzərinə 1B gəldikdə 4B bərabərdir 256-ya. B-ni tapdıqda isə 256-nı bölməliyik 4-ə. B bərabərdir 256-nı 4-ə böldükdə 64 alınacaq. Sonda ədədləri soruşduğu üçün B-miz 64-dür. Digər ədədi tapdıqda isə A-mız 3 dənə B olduğu üçün A-nı tapmaq üçün B-ni 3-ə vurmaq lazımdır. Yəni 64-ü 3-ə vuracam, edəcək 192. Deməli ədədlərimiz 192 və 64-dür. Yəni A variantı. Digər bir məsələyə baxaq. Məsələn, birinci suala baxaq. Birinci sualı necə həll edəcəyik? Sualda bizə deyir ki, şəhərin əhalisi bir il ərzində 80.000 nəfərdən 86.400 nəfərə qədər artdı.
Bu artımı faizlə ifadə etmək tələb olunur. Bu artımı faizlə ifadə etmək üçün necə edirik? Kəmiyyətlərin dəyişməsidir, çünki burada artım var. Kəmiyyətlərin dəyişməsini faizlə ifadə etdikdə necə edirdik? Birinci artımı tapırdıq. 86.400-dən çıxaq görək 80.000. Bizim artımımız nə qədər imiş? Çıxdıqda edir 6.400. 6.400 nəfər artımımız var. Biz bunu faizlə ifadə etmək üçün demişdik ki, 6.400-ü böləcəm 80.000-ə. Görün, mənim neçə faiz artımım var. Sonra da vurmalıyam 100-ə. Çünki mən faizlə ifadə etməliyəm. 2 dənə sıfırlarımı ixtisar edirəm. 2 dənə sıfırlarımı ixtisar edirəm. 64-ü 8-ə böldükdə isə cavab eləyəcək 8%. Yəni, cavabımız olacaq 8% artım var imiş. Başqa misala baxaq faizə aid. Məsələn, 22-ci misala baxaq. Məsələyə daha doğrusu. Diaqramda bir il ərzində kitab mağazasında satılmış kimya, fizika, tarix, coğrafiya və riyaziyyat kitablarının sayı verilmişdir. Satılmış kimya kitabları satılmış ümumi kitabların sayının 25%-ni təşkil edirsə, mağazada neçə riyaziyyat kitabı satılmışdır? Satılmış kitabların ümumi sayını əvvəlcə tapaq. Tapaq görək, bizim ümumi nə qədər kitabımız var imiş? Hamısını toplayaq. 200-ün üzərinə gələcəm 150, onun da üzərinə gələcəm 50 və 100. Və təbii ki də riyaziyyat kitabı olmadığı üçün onun üzərinə də x əlavə edək. Bərabərdir. 150-nin üzərinə 50 gəldikdə 200, 200-ün üzərinə 100 gəldikdə 300, 300-ün üzərinə 200 gəldikdə 500. Üstə gəlinsin x. Bizə deyir ki, satılmış kimya kitabları, mənim kimya kitablarım 200 ədəddir. Kimya kitabları satılmış ümumi kitabların 500 plus x-dir. 25%-dirsə, deməli bunu 100-ə vurub 25-ə bərabər edib. Yəni 25%-dir. Mən bunu tapmaq üçün nə edəcəm? 200 bölünsün 500 üstə gəl x-imiz olduğu kimi qalsın. 25-i 100-ə bölməliyəm. Bölməni də kəsrlə əvəz edirəm. 25-dən 100-ü ixtisar edirəm 25-ə. 25-i 25-ə böldükdə 1, 100-ü 25-ə böldükdə 4. Çarpaz vururam. Tənasübün xassəsindən istifadə edib 500 üstə gəl x-i 1-ə vurduqda 500 üstə gəl x bərabərdir. 200-ü 4-ə vurduqda 800. X-i də tapmaq üçün 800-dən 500 çıxmalıyam. Cavab edəcək 300. Deməli, bizim riyaziyyat kitablarımızın sayı 300 ədəd imiş. Yəni B variantı. Başqa misala baxaq məsələyə. Məsələn, 17-ci məsələyə baxaq, faizə aiddir, daha doğrusu məhlul məsələlərinə aiddir. Birinci qabda duzluluğu 20% olan 30 litr, ikinci qabda duzluluğu 30% olan 20 litr məhlul var. Bu məhlulları bir qaba töküb qarışdırdıqda alınan məhlulun duzluluğunun neçə faiz olduğunu tapın. Nə edirik? Əvvəlcə qablarımızı qeyd edək. Birinci qabda 30 litr məhlulum var, bunun 20% duzdur. İkinci qabda isə 20 litr məhlulum var. 30% duzdur. Qabları ayrı-ayrılıqda tapaq. 30-un 20%-ni tapaq görək nə qədər duzumuz var imiş. 30-u 20-yə vurub 100-ə böləcəm. Sıfırlarım ixtisar gedəcək, sıfırlarım ixtisar gedəcək. 3-ü 2-yə vurduqda 6 litr duzum var imiş. 30 litrin 6 litri duzdursa, 30-dan 6 çıxacam, 24 litrim də suymuş. İkinci qaba nəzər yetirək. 20 litr məhlulum var, 30% duzdursa, 20-nin 30%-ni tapırıq. Yəni 20-ni 30-a vurub 100-ə bölürük.
Sıfırlar ixtisar gedir, sıfırlar ixtisar gedir. 6 litr alınır. 20 litrin 6 litri duzdursa, 20-dən 6 litr çıxırıq ki, 14 litrimdə su imiş. Məhluldakı qabdakı məhlulları bir-biri ilə qarışdırın deyir deyə, buradakı qabdakı məhlulları bir-birindən birləşdirəm, yəni cəmini tapıram. Birinci qabda 30 litr məhlulum var, ikinci qabda 20 litr, ümumilikdə edəcək 50 litr məhlulum. İkincidə isə birinci qabda 6 litr duzum var. İkinci qabda 6 litr duzum var. Hər ikisini toplayıram, eləyəcək 12 litr duz. Birinci qabda 24 litr suyum var. İkinci qabda 14 litr suyum var. Bunları da toplayırıq ki, eləyir 38 litrdə suyum var. Məhlulun duzluluq faizini soruşduğu üçün duzun miqdarını böləcəyik ümumi məhlula, vuracaq 100-ə. Yəni 12 litr məhlulumu böləcəm 50 litrə, vuracam 100-ə. 100 ilə 50-ni ixtisar edirəm 2. 12-ni 2-yə vurduqda isə 24% edəcək. Yəni cavabımız 24%-dir. Ümid edirəm ki, bu video sizin üçün çox maraqlı oldu. Sağ olun.